19-cu əsrdə Bakıda neft sənayesinin inkişafı Qaraqızılın limanlar vasitəsilə neft ixracına ehtiyac yaratdı. 1886-cı ildə inşa olunaraq istifadəyə verilən Bakı-Tiflis-Batum dəmir yolu xətti Azərbaycan neftinin dünya bazarına çıxarılmasında mühüm rol oynadı. Bu dəmir yolu üzərində mövcud olan stansiyalardan da biri 1904-cü ildə inşa olunan Kürəkçay stansiyasıdır. Ümumi uzunluğu 548,3 kvadrat metr olan Bakı-Tiflis-Batum dəmir yolu üzərində 26 stansiya və 53 körpü inşa edilmişdir. Belə stansiyalardan da biri Goranboy rayonu ərazisindəki Kürəkçay stansiyasıdır. Qərb bölgəsində Gəncədən sonra infrastruktur baxımından əhəmiyyətli olan bu stansiya 1904-cü ildən başlayaraq sərnişinlərin şərq və qərb istiqamətində daşınmasında, həmçinin Bakı neftinin borular vasitəsilə Gürcüstan ərazisinə ötürülməsində xüsusi rol oynayıb. 26 stansiya arasında deməli o dövrün nasosları inşa olundu. Bu nasoslar biri digərinə neft məhsullarını 50 atmosfer təzyiqi ilə ötürülmüşlər. O cümlədən də 1904-cü ildə inşa edilmiş bu Kürəkçay dəmir yolu stansiyasında da nasos hissəsi olubdur və buradan da Bakı-Batumi neft kəmərinin növbəti stansiyası nasosu məhz bu stansiyada, Kürəkçay stansiyasında yerləşmişdir. Dövrünün unikal dəmir yol stansiyalarından biri olan Kürəkçay stansiyasında gözləmə zalı, yeməkxana, inzibati otaqlar və bir sıra infrastruktur mövcud olub. Lakin baxımsızlıqdan əziyyət çəkən tikili zaman-zaman təbii və insan faktoru nəticəsində aşınmalara məruz qalıb. Qeyd edək ki, Bakı Böyük Kəsik və Tiflis-Bakı dəmir yolunun üzərində yerləşən 122 yaşlı tarixi Kürəkçay stansiyası bugün şərq və qərb istiqamətinə daşınan sərnişinlərin Goranboy ərazisindən keçərkən diqqətini çəkən tikillər arasındadır. Günay Hüseynova, Rahim İbrahimoğlu, Rəvan Məmmədli bugün informasiya proqramı üçün.